Salam, hörmətli izləyicilər. Deməli, biz əvvəlki videonun izahında bəzi suallar verə bilməmişdik, çünki testlər keyfiyyətsiz idi. İndi isə izah olunmayan suallar, yəni qalan suallara izah verməyə çalışacağıq. Deməli, yəni izah olunan 5-ci sual belədir. Uyğunluğu müəyyən edin. 20-ci əsrin 40-cı illərin sonları, 50-ci illəri dövlət və hadisə Böyük Britaniya Avropa İqtisadi Birliyinin təşkilində iştirak edib, xeyr etməyib, yalnız 70-ci illərdə qoşulub, yəni 1973-də qoşulub, bir doğru deyil. Alman Federativ Respublikası 49-da bəli yaradılıb, ərazisində və işğal rejimi də ləğv olunub, düzdür, yəni belə deyək də, Fransa, İngiltərə və ABŞ-nin işğal rejimi ləğv olunub, bu doğrudur, için götürəcək. Fransa, üstə Fransanın verir, müvəqqəti rejimin tərəfindən, daha doğrusu idarə olunmağa başlamaq xeyri, müvəqqəti rejim 1944-46-dır. 46-da məhz 3-cü Respublika yarandı. Ona görə bunu götürə bilmərik. 4-ə baxırıq. SSR iqtisadiyyatda 5 illik planları davam etdirməsi, bəli, davam etdirirdi. Onun üçün doğru cavab 2-4-dür. Cavab B bəndidir burada. Keçirik növbəti sualın izahına. Uyğunluğu mənədir. 6-cı sualda. Deməli, burada 4 İraqdır, 1 Hindistandır, 2 Çindir, 3 də Yaponiyadır. 20-ci əsrin 50-ci illərin ərazisində işğal rejimi ləğv edilmişdi. Burada cavab olacaq Yaponiya, yəni 50-ci illərin ləğv olundu ABŞ tərəfindən. Deməli, 3-ə A doğrudur. Bloklara qoşulmama hərəkatının yaradıcılarından olması Çin yox, Hindistan, Misir və Yugoslaviyadır. Bunu götürə bilmərik. Ona görə Çin verildiyi üçün 2 verildiyi üçün götürə bilmərik. 20-ci əsrin 60-cı illərində Respublika idarə üsulunun ləğv edilməsi əksinə xeyr yaradılıb. Ona görə də götürə bilmərik. Hindistanda yaradılıb. Hindistan Federativ Respublikası yaradılmışdı. 60-cı illərdə isə ləğv olmadan söhbət gedə bilməz Hindistanda. Deyə baxırıq, deməli 2-ni verib. 20-40-cı illərdə vətəndaş müharibəsinin baş verməsi, bəli, 45-49 Çində, məhz doğru cavab A-nan D-dir. A-nan D cavab məhz D bəndində əksini tapmışdır. Yunan Əhəməni müharibəsində yoxsul vətəndaşların orduda fəal iştirakı onların ictimai mövqeyinə müsbət təsir göstərdi. Erdoğan və 5-ci yüzilin ikinci yarısında islahatlar nəticəsində yoxsul vətəndaşlar bir sıra hüquqlar əldə etdilər. Deməli, aşağıdakılardan hansı və ya hansıları bu islahatlar nəticəsinə aiddir? Bütün Afini vətəndaşları idarə etmədə iştirak genişləndi. Bu doğrudur. Əvvəl iştirak edə bilərdilər, amma siyasi vəzifə tuta bilmirdilər. Amma idarə etmədə, daha doğrusu xalq yığıncağında son islahatına görə iştirak edə bilərdi, amma siyasi idarə etmədə iştirak edə bilmirdilər. Periklin dövründə isə idarə etmələr genişlənir. Hər bir vətəndaş dövlət idarəçiliyində istənilən vəzifə tutma hüququna qazandı. Bu da var idi. Qanunları müzakirə və qəbul etmək səlahiyyəti sənata verildi. Xeyli xalq yığıncağının ixtiyarında idi. Afinalar gələcəkdə borca görə qul edilməsi qadağan edildi. Bu salon islahatı nəticəsinə aiddir. Və mahiyyəti idi. 1-2 doğru cavab, məhz cavab C bəndidir. 8-ci suala baxırıq. Azərbaycan Respublikasının 21-ci illər tarixinə aiddir. Yəni 2020-ci illər. Qoşulmama hərəkatına tam müqülü üzv qəbul olunması 2011-dir. 19 rəhbər etməyə başlamışdı. Türkiyə ilə müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsi imzalanması 2021-dir. İyun ayında doğrudur. Şuşada imzalanmışdı. Bakı fiskal sistemi yolunun istifadə verməsi 2017-dir. Götürə bilmərik. Bu 10-cu illərdə 2-ci 10 illik idi. Şərqi Zəngəzur iqtisadi rayonun yaradılması, bu da 2021 7 iyuldur. Doğrudur. Deməli, burada 2-4. Qarabağ bəyannaməsinin imzalanması, Qarabağ bəyannaməsi də bəli vardı. Türk dili dövlətlərin iştirakı ilə. Deməli, olacaq 2, 4, 5 cavab B bəndidir. Deməli, xəritədə verilən dövlətlərin 20-ci əsrin 70-ci illər tarixinə aid uyğunluğu müəyyən edin. İtaliyada 3 İtaliya, 2 Yugoslaviya, 4 Yunanistan, 1 Misirdir. Bloklara qoşulmama hərəkatın yaradıcılarından olması 1-2 doğrudur. Yəni 1 Misir, 2 Yugoslaviyada A doğrudur. İsrail dövlətinin yaradılmasına etiraz olaraq onu müharibə elan etmişdi. 1 də var, amma 3 heç bir əlaqəsi yoxdur. İtaliya Avropa dövlətləri dəstəkləyirdi BMT-nin qərarını.
Yəni 47-də qəbul olmuş qərar 48-də dəstəklədilər. Faşist diktaturasının süqut etməsi 40-cı illərə süqut edib, bəli, olacaq. Deməli, A-la C doğrudur. A-la C doğru gəlir. Bax, sonra Praqa Baharı adlanan demokratikləşmə tədbirləri SSR-nin müdaxiləsi xeyr, bu Çexoslovakiyada olub. 1968-ci ildə götürə bilmərik. Almaniya, İtaliya qoşunları tərəfindən işğal edilməsi 2-4, bəli, Yugoslaviya və işğal olunub 41-ci ildə. Məhz doğru 41-42-də. Məhz doğru cavab A, C, Y-dir. Cavab D bəndidir. 1917-1920-ci illərdə Cənubi Azərbaycanda baş vermiş Milli Demokratik Hərəkata aiddir. Yəni Xiyabanın rəhbərliyi altında 17 avqustda başladı, 20 sentyabrında bitdi. Azərbaycan dili haqqında qanun qəbul edilməsi var. Çar Rusiyası müdaxiləsi, ya xeyr, Çar Rusiyası süqut etmişdi artıq 17 fevral inqilab nəticəsində. Təbrizdə pulsuz qız məktəbinin təşkil edilməsi hərəkata aiddir. Deməli, Azərbaycan dil haqqında qanunu daha doğrusu Pişəvəriyə aiddir, üzrlü sayın. Təbrizdə pulsuz qız məktəbi açılması var. Bu doğrudur. O dövrdə Qacar dövləti üçün nadir hadisə idi və ya görünməyən bir hadisə idi. Azərbaycan qəzetlərinin ana dilində çıxmağa başlaması Cənubi Azərbaycanda yox, Şimali Azərbaycan Bakıda çıxırdı, amma Cənubi Azərbaycan təcəddüd fars dilində çıxırdı. Bunu götürə bilmərik. İlk dəfə konstitusiya qəbul olunması 1906-cı ildə olub. Məhz doğru cavab C bəndidir. Təbrizdə pulsuz qız məktəbinin açılması, təşkil edilməsi Xiyabanın rəhbərliyi altında. Eradan əvvəl 66-cı ildə Kür çayı sahilində baş vermiş döyüşün nəticəsi. Alban Atropateniyalar köməyi ilə Qaryalı xeyr Romalara məğlub olub. Zoberin qoşunları xeyr Zober 36-da məğlub olub. Albaniya süvariləri tərəfindən Roma qoşunları məğlub edildi. Xeyr Alban süvariləri məğlub edildi. Roma qoşunları Albanlara qalib gəldi. Bəli, yəni hərbi təcrübə və yaxşı silahlanmaları, Albanlar isə zəif silahlanmaları və hərbi təcrübənin Romada az olması məğlubiyyətlə nəticələndi. Məhz doğru cavab D bəndidir. Xəritədə fərqləndirilən əraziyə aiddir. Fərqləndirilən ərazi Xankəndidir. Yəni xəritə biraz yaxşı düşməyib. Çünki yəni orijinal deyil ona görə. Yəni kopya olduğu üçün yaxşı düşməyib, amma Xankənddən söhbət gedir burada. Rayon mərkəzi 1993-cü ildə erməni qoşunları tərəfindən işğal olunması xeyr. Aprel döyüşləri nəticəsində bəzi kəndlərin azad edilməsi xeyr. Antiterror əməliyyatı nəticəsində işğaldan azad edilməsi bəli 2023-cü il sentyabr ayının 19-20-sində. Məhz doğru cavab C bəndidir. Eylervin diaqramına əsasən uyğunluq mənidir. Osmanlı dövləti ilə sülh və dostluq haqqında Gəncə və Bakı dövrünü soruşur. Osmanlı dövləti ilə dostluq və sülh və dostluq haqqında müqavilə Gəncə və Bakı dövrü deyil. Çünki iyun ayının 4-ü idi. Gəncə dövrü 16 iyundan başlayır, 17 sentyabradək. Bakı dövrü 18-ci il 17 sentyabra, 20-ci il 27 aprel daxil olmalar davam etmişdir. Ona görə bu Tiflisdə olduğu dövr idi. Bunu götürməyəcəyik. Dövlət dilinin türk, yəni Azərbaycan dili olması 27 iyun tarixində bu Gəncə dövrüdür. 1-ə B olacaq. 1-ə B. İkinci hökumət kabinetinin fəaliyyət göstərməsi hər ikisinə 3-ə C olacaq. 1-ə B, 2-ə C, 3-ə C daha doğrusu. Çünki Gəncə yaradılmış, Bakıda növbəti yaradılacaq. Onun üçün Bakıda da fəaliyyət göstərib. Xoyskinin rəhbərliyi altında Göyçay vuruşmasında Bolşevik qoşunlarının məğlubiyyətə uğradılması bu da Gəncə dövrüdür. AD Gəncə dövrü olacaq. Yəni 1-ə AD, 3-ə C. Naxçıvan general qubernatör yaradılması məhz bu gedəcək Bakı dövrünə. Deməli, B ilə D gedir 1-ə, B-D Gəncə dövrünə. C gedir ortağa, E də gedir 2-yə. Məhz doğru cavab belədir. Şirvanşahlar dövlətinin 11-ci əsrin 60-cı illəri və 14-cü əsrin 60-cı illəri tarixinə aid ümumcəli birində Səlcuqlardan, birində də Cəlalilərdən asıla düşüb. Səlcuqların məruz qalması, paytaxt şəhər Bakı şəhər olması xeyr, Bakı 1192-dən olub paytaxt. Kəsranlı sülaləsi tərəfindən idarə olunması bu doğrudur. Astroloji salınması cavab 3-dən 4-dür. Bu da
D paneli öz əksini tapmışdır.